Bugün uşaqların qida rasionunda paketli, hazır, tez istehlak olunan məhsulların payı günü-gündən artır. Cəlbedici qablaşdırma bu qidalara marağı daha da artırır. Amma görünən bu rəngli aləmin arxasında təhlükələr gizlənir. Uşaqların bu istəyini valideynlər bəzən məcburiyyətdən qarşılayırlar, bəzən də müxtəlif üsullarla çəkindirirlər. Psixoloq İlahə Aslanova isə bildirir ki, uşaqların belə qidalara marağı əsasən iki səbəbdən yaranır. Birincisi vizual seçicilik və modelləşmədir. Yəni rəngli qablaşdırmalar, cizgi film qəhrəmanları və reklamlardakı xoşbəxtlik uşağı özünə çəkir. İkinci nüans isə ailə mühiti və onun ətrafıdır. Yəni uşaq evdə davamlı olaraq bu qidaları görürsə, artıq bunu normalizə edəcək. Valideynlərin yanaşması necə olmalıdır? Bəzən valideynlər bu halda uşaqlarına qadağan dili ilə danışırlar, maarifləndirici dili ilə yox. Qadağan dili, yəni yox olmaz ifadələri uşaqda bu qidalara qarşı marağı, istəyi daha çox artırmış olur. Amma maarifləndirici dil uşağın yaşına və potensialına uyğun olaraq istifadə olunmalıdır. Yəni bəsit bir ifadə işlədir, mədəmizə zərər kimi ifadəni işlədə bilərik. İlahə Aslanova deyir ki, bəzən valideynlər də belə qidalara marağı bilmədən də olsa uşaqda özləri formalaşdırır. Marketləri uşaq ağlayacaq, qışqıracaq, özünü yerə atacaq o qidanı, o paketli qidanı əldə etmək üçün. Və nə edir? Uşaq bədən dili ilə valideyni özünə tabe elətdirir və beynində kodlayır ki, ağladım, istədiyimi əldə elədim. Və ya digər bir nüans, valideyn övladına qarşı mükafatlandırma sistemini doğru şəkildə istifadə etmir. Yəni, qardaşınla dalaşmadın, alın bu cipsini yiyin və ya dərslərinin vaxtında elədin, al mükafat kimi cipsini verir ona. Bu halda uşağın beynində, zehnində zərərli qida mükafat kimi eyniləşdirilir. Psixoloq qeyd edir ki, bu cür qidaları birdən-birə tamamilə qadağan etmək də uşaqlara mənfi təsir göstərə bilər. Buna görə də onlara bu qidaların həftədə bir dəfə dadına baxmalarına icazə verilə bilər. İlhamə Kələyeva, Vüsal Cəfərov, Cəfər Qasımov, Xəbər Ertəsi.